Salam dəyərli izləyicilər, mən Sara müəllim. Bugün sizlərə 7-ci sinif üçün hazırlamış olduğum KSQ 6-nın suallarını təqdim edirəm. Əgər əziz müəllimlər, əgər bu PDF şəklində bu KSQ-ləri əldə etmək istəyirsinizsə, qeyd olunan nömrəni WhatsApp-na yaza bilərsiniz. Sualları hazırlayarkən çalışmışam KSQ 6-nın bütün mövzularını əhatə etsin və bütün sualları səviyyələr üzrə hazırlamağa diqqət etmişəm. Hər səviyyədə sual var. Hər bir sualın səviyyəsinə uyğun balını da qarşısında qeyd etmişəm. İndi gəlin keçək sualların izahına. Birinci sualda abiyotik amillər hansılardır? Abiyotik amillərə yaza bilər şagird, məsələn, işıq, istilik, sonra rütubət, hava və s. İstənilən, yəni cansız amili yaza bilər. Zaten mən bu testin sonunda ayrıca olaraq hər bir sualın cavabını da qeyd etmişəm. Yəni bu PDF-i əldə etdiyiniz zaman sualların cavabları ilə bir yerdə əldə etmiş olacaqsınız. İkinci sualda müəyyən ərazidə birlikdə yaşayan eyni canlının bütün fərdlər qrupu təşkil edir. Eyni canlıdan söhbət gedirsə, bu olacaq populyasiya. Habitatda orqanizmlərin təbii birlikləri və ətraf mühitin cansız hissəsi təşkil edir. Bu olacaq ekosistem, yəni canlı və cansız hissə birlikdə ekosistemi təşkil edəcək. Dördüncü sual, müəyyən iqlimi olan müəyyən bitki və heyvanların yaşadığı bölgədir. Bu olacaq biom. Ümumiyyətlə, uşaqlar biomla habitatı çox qarışdırırlar. Ona görə burada variantlarda mən habitat da yaza bilərdim, amma yazmadım. Çünki bilirəm ki, uşaqlar qarışdıracaqlar. Eyni zamanda aşağı səviyyəli sual olduğuna görə zəif oxuyan şagirdlərin səhvi çox olmasın deyə habitatı qeyd etmədim. Çünki bildim ki, çox uşaq səhv yazmış olacaq. Belə izah eləyə bilərik. Fərqi nədir? Biom müəyyən bir bölgədir. Hər hansı bir mühiti olan bir bölgə. Amma habitat deyəndə hər hansı bir canlı yaşadığı bir yaşayış yeri. Məsəl üçün deyə bilərəm ki, qurbağa gölməçədə yaşayır. Bu onun yaşayış məskənidir. Biz buna habitat deyəcəyik. Amma hər hansısa bir bölgədən söhbət gedirsə, məsələn, hansısa bir səhra, hansısa bir tundra, hansısa bir meşədən konkret söhbət gedirsə, artıq bu olacaq biom. Sonra 5-ci sual, canlılar arasında qarşılıqlı əlaqənin hansı forması təsvir olunmuşdur? Burada şəkil qeyd etmişəm. Baxsaq görərik ki, bitki və çiçək və arı arasında münasibətdir. Burada həm arı üçün faydalıdır, həm də çiçək üçün. Həm arı çiçəyi tozlandırır, çiçək bundan faydalanır. Eyni zamanda çiçəkdən nektar sorur və bu zaman arı üçün faydalı olur. Yəni hər iki tərəf üçün faydalıdır. Baxın, həm çiçək mutludur, həm də arı. Bu olacaq mutlu sözündən yadınızda saxlaya bilərik ki, mutalizmdir. Sonra 6-cı sual, hər bir canlı yaşaya biləcəyi yerə onun yaşayış məskəni və ya bu da olacaq habitat deyilir. Sonra uyğunluğu müəyyən edin. Kəpənək çiçək arasında dedik mutalizmdir. Çünki hər iki tərəf üçün faydalıdır. Bitki toxumu və heyvan üçün arasında olan münasibət olacaq kommensalizm. Kommensalizm bir tərəf üçün faydalı, digər tərəf üçün neytraldır. Yəni, məsələn, belə deyək, hər hansısa bir bitki, tutaq ki, at pıtrağı bitkisi, qoyunun yununa yapışır. Bu qoyun üçün bunun heç bir faydası və yaxud da heç bir zərəri yoxdur. Hətta qoyunun heç bundan xəbəri olmur. Amma bitki üçün faydalıdır. Çünki bitkinin toxumlarının yayılmasına kömək edir. Sonra gəlir bit və insan arasındakı münasibət. Bit və insan arasında münasibət olacaq parazitizm. Parazitizm bir tərəf üçün faydalı, digər tərəf üçün zərərlidir. Bit üçün faydalı olacaq bu münasibət, insan üçün zərərli. 7-ci sual, qeyd olunanları sadədən mürəkkəbə doğru ardıcıl düzün. Birinci gələcək orqanizm, sonra gəlir populyasiya, daha sonra gəlir təbii birlik, gəlir ekosistem, daha sonra biosfer. 8-ci sual, eyni növdən olan kəpənəklərin qanadlarının müxtəlif rəng və naxışlarda olması biomuxtəlifliyin. Təbii ki, bu olacaq genetik müxtəliflik. Söhbət əgər eyni növdən gedirsə, sadəcə xarici görünüşə görə fərqlənirsə, bu olacaq genetik müxtəliflik. Nə üçün qatır növ sayılmır? Yuxarı səviyyə sualıdır. Ona görə ki, uşaq belə yaza bilər ki, ona görə ki, sərbəst, çoxalıb, nəsil verə bilmir. Nəsil verə bilmir və yaxud da vermir. 10-cu sual.
3 ədəd dam sərçəsi, 6 ədəd kələm kəpənəyi, 2 ədəd boz siçovul. Yuxarıda qeyd olunanlar içərisində neçə növ, neçə fərd göstərilmişdir? Deməli, növ sayını yazarkən neçə ad çəkib, neçə cür heyvan adı çəkilib? Dam sərçəsi, kələm kəpənəyi və boz siçovul. 3 növ var burada. Fərd olaraq soruşanda biz verilən ədədləri toplayırıq. 3 üstə gəl 6 üstə gəl 2. Olacaq 11 dənə fərd.